yar yanımdan, seven canımdan. Bir haber olmayar benim halımdan. Geçme yar yanımdan, seven canımdan. Bir haber kalmayar benim halımdan. Canım kurbandır, eşkim dermandır, ehdim fermandır, beni yatma gel. Canım kurbandır, eşkim dermandır, ehdim fermandır, beni atma gel. Hey canım canım, sen benim canım canım, canım canım canım, sen benim sirri yarım, sen benim canım canım, sen benim canım canım. Gülüm kayıt gel, bizi ayrı görerler, sevinerler. Gözlerim yoldadır, yarım kayıt gel, bizi ayrı görerler, sevinerler. Canım kurbandır, eşkim dermandır, ehdim fermandır, beni yatma gel. Canım kurbandır, eşkim dermandır, ehdim fermandır, beni atma gel. Hey! Sen benim canım canım, sen benim canım canım, sen benim canım canım, sen benim canım canım. Sözlerinin şirinliğinden hiç doymak olar mı gülüm gayet gel. Senin sözlerinin şirinliğinden hiç doymak olar mı gülüm gayet gel. Canım kurbandır, eşkim dermandır, ehdim fermandır, beni yatma gel. Canım kurbandır, eşkim dermandır, ehdim fermandır, beni atma gel. Hey canım canım canım, sen benim canım canım, canım canım canım, sen benim canım canım, canım canım canım, sen benim canım canım, canım canım canım, sen benim canım canım. Çok sağ olun. Teşekkür edirik sizə. İrs Folklor Ansamblı və Mehman qardaşımız. Buyur Mehman, əyləş sən də bizim qonaqlarımız sırasında. Və mən, hörmətli tamaşaçılar, burada bir məqamı xüsusi qeyd eləmək istəyirəm. Çox bəyəndik biz Tahir müəllimdən və bilirəm ki, siz də ekran qarşısından böyük bir zövqlə, deyil mi Tahir müəllim? Biz qulaq asırıq bu ifalara, bu mahnılara və çox sağ olun ki, Sidqi müəllim, yaşadırsınız bizim bax bu qədim irsimizi və siz Abbas da bir dənəsiz siz. O durub ki, böyük bir ləzzətlə, böyük bir şövqlə, zurdanı ki bilirsiniz ha. İnanın ki onu hiçbir şeyle nefes eləmək olmaz. O kadar böyük lezzetle siz bu işi görürsünüz ki. Alət. Aha. Abbas alət adlanır. Aha. Yəni respublikada, dünyada belə bir alət yoxdur. Mən fikirləşim. Və özünüz onu icad eləmişsiniz. Sidqi müəllimə sağ olsun ki, Sidqi müəllimi. Məni imtihana çəkir də, yəni siz o biri alətlər biz bayaqları bizim milli zurna alətləri. Aha. Yəni elə şeylər var ki, ifa olunan şey mümkün olmur. Ancaq bu alətdən istifadə etməliyik. Düzdür. Mən də fikirləşim ki, Abbas dayı bir dənə keçin, önər zəhmət olmasa. elə bir alətlər hazırlayın ki, kimsə düzəldib milli olur. Baxın, bir dənə gəlin bura. Ensemblda
Gəlin bura, Bu gəlin alət bura, gəlin biraz mərkəzə istifadə zəhmət olmasa. olunsun. Deməli bilirsiniz nə maraqlıdır? Mikrofonu mən sizdən götürüm. Belə dayanın ki, Tahir müəllimi də görsünlər. Biz həmin alətin səsini bütün musiqi alətləri ilə birlikdə eşidirik. Onun bir dənə ayrıca səsini çıxardın da. Çox xahiş edirəm. Amma ürəkdən bunu həmişə necə eləyirsiniz elə? Ay çok sağ olun. Ay maşallah deyəm. Çox sağ olun, təşəkkür edirik. Tahir müəllim, belə bir hava ilə hansı yeməyi yaxşı olar yeməyə? Hansı yemək belə ləzzətli həzmə gedər? Ət yeməyə gedəcək, çünki bu yenə deyirəm kişi musiqisidir, kişi instrumentu. Mən çox təşəkkür edirəm, çünki vaxtilə o biri musiqi alətlərimizi də kimsə düzəldib və o xalqınki olub. Xalq belə-belə yaradır, belə-belə əmələ gətirir və bayaq sual verirsiniz ki, xoşumuza gəldimi? Çox qəribə sualdır, çünki ictimai televizyonda əldə qayırma muzikantlar heç vaxt çıxış eləmirlər. Bəli, Burada bəli, olmur biz o. həmişə Və tamaşaçıya bayaqdan səviyyəli mən musiqi hətta təqdim Fidan edirik. xanımın səsinin necə karığının altındayım, onun təsirindən çıxan Bəli. sonra bunların və indi bu zurnanın, yəni necə instrumentin adı təzə Abbası deyirsiniz, nə deyirsiniz? Çox gözəl bir Abbas dayı, bundan sonra siz hansı masada ət xörəyi gördünüzsə, bu zurnanı çıxarırsınız və çox xahiş edirəm, başlayırsınız onu piləməyə, ifa eləməyə. Yaxşı, çünki sizdə bu çox gözəl alınır. Çox peşəkarcasına siz onu bilirsiniz. Təki ət pişmiş. Re kökündədir. Bu şey lə, sol kökündə ifa edilən alətdir. Çox gözəl. Sol da eləmək olar. Ay sağ olun. Sidqi müəllim, siz bayaqlarım dediniz, düzdür, duzlu yeməklərlə bağlı fikirlərinizi, amma çox əfsus ki, biz sizi yaxşı-yaxşı eşidə bilməmişik. Buyurun, bir də zəhmət olmasa fikirlərinizi təkrarlayın və siz mənim üçün də maraqlıdır. Siz müxtəlif, deyək ki, musiqilər ifa eləyirsiniz, qədim mahnılarımız. Bəs o bitkilərdən, yeməklərlə bağlı varmı hər hansı bir, deyək, Novruz ərəfəsində və yaxud da digər bayramlarda bizim, yəni, istər şirniyyatlarımız, istər mətbəximizdən hər hansı bir başqa nümunələrdən mahnılarınız varmı? Ən əvvəl mən biraz xahiş etməliyəm. İs Folklor Ansamblının, Milli Eləmlər Akademiyasının Folklor İnstitutunda fəaliyyət göstərir. Folklor İnstitutunun bütün işçiləri, rəhbərliyi adından ictimai televizorun bu yaxınlarda yuvluyu keçirdi. Mən onu təbrik edirəm. Çox sağ olun, çox təşəkkür. Bunun proqramları çox rəngarəngdir. Bizə ki, demək olar ki, hələ ictimai televizyon. Çox sağ olun, borcumuzda. Bu ki, qaldı bu Novruz bayramında. Novruz bayramında şikərburu mütləq olmalıdır. Var belə mahnınız? Var. Var. Paxlava, aş. Demək olar ki, mütləq bütün süfrələrdə aş olur. Aşlar da cürbəcür olur da. Mən də yeməkdən daha... Əlbəttə, düzdür. Amma Sidqi müəllim, mən bir kəlmə onu deyim ki, sizin bu danışığınızdan görürəm ki, siz də iştahı yaxşı olan adamsınız. Bəli. Yaxşı yeməyi, yaxşı belə ləzzətli yeməyi xoşlayan adamsınız. Çox xoşlayıram. Çox sağ olun Sidqi müəllim, təşəkkür edirik. Sizə maşallah olsun. Sidqi müəllim yeməyi xoşlayan